Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu kimi real və maraqlı hadisələrin davamını izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. İndi isə keçək bugünkü maraqlı hadisəyə. 28 fevral 1997-ci il ABŞ-ın Kaliforniya ştatının Los Angeles şəhərinin North Hollywood rayonunda adi görünən bir səhər idi. İnsanlar işə gedir, küçələrdə gündəlik həyat davam edirdi. Lakin heç kim bilmirdi ki, cəmi bir neçə dəqiqə sonra Amerika tarixinin ən məşhur və ən təhlükəli bank soyğunlarından biri başlayacaq. Hadisənin əsas iştirakçıları Larry Phillips Jr. və Emil Mataseryan idi. Onlar bu soyğunu aylarla planlaşdırmışdılar. Adi cinayətkarlardan fərqli olaraq ağır güllə keçirməz zirehlər geyinmiş, avtomatik hücum tüfəngləri, tapançalar və yüzlərlə patronla silahlanmışdılar. Məqsədləri Bank of America filialını qarət edib böyük məbləğdə pulla qaçmaq idi. Səhər saatlarında onlar banka daxil oldular. Əllərindəki silahları müştərilərə və əməkdaşlara tuşlayaraq hamının yerə uzanmasını əmr etdilər. Bankın içində böyük panika yaşanırdı. Soyğunçular qısa müddətdə kassalardakı pulları topladılar. Lakin gözlədikləri qədər pul tapa bilmədilər. Buna baxmayaraq əllərinə keçən vəsaiti götürərək bankdan çıxmağa qərar verdilər. Ancaq bu vaxta qədər polis artıq hadisədən xəbər tutmuşdu. İlk patrul avtomobilləri bankın qarşısına çatdı. Polis əməkdaşları bunun adi bank soyğunu olduğunu düşündükləri üçün əsasən tapança və ov tüfəngləri ilə silahlanmışdılar. Qarşılarında isə demək olar ki, hərbi hazırlığa malik iki silahlı şəxs dayanırdı. Larry Phillips və Emil Mataseryanu. Bankdan çıxan kimi avtomatik tüfənglərlə polisə güclü atəş açmağa başladılar. Bir neçə saniyə ərzində küçə döyüş meydanına çevrildi. Güllələr polis avtomobillərini deşir, binalara dəyir, ətrafda böyük təhlükə yaradırdı. Polis əməkdaşları avtomobillərin arxasında gizlənərək cavab atəşi açmağa çalışsalar da, onların silahları soyğunçuların ağır zirehlərinə təsir etmirdi. Hadisə televiziya kanalları tərəfindən canlı yayımlanırdı. Milyonlarla insan bu silahlı qarşıdurmanı ekranlardan izləyirdi. Ətrafdakı insanlar mağazalara və evlərə sığınmış, küçələr isə tamamilə boşalmışdı. Atışma uzandıqca polis vəziyyətin ciddiliyini anladı. Bəzi əməkdaşlar yaxınlıqdakı silah mağazasından daha güclü tüfənglər götürərək yenidən hadisə yerinə qayıtdılar. Məqsəd soyğunçuların zirehlərinin qorunmayan hissələrini hədəf almaq idi. Təxminən 44 dəqiqə davam edən atışmadan sonra Larry Phillips aldığı yaralar və sursatının tükənməsi səbəbindən çıxılmaz vəziyyətə düşdü və həyatına son verdi. Digər soyğunçu Emil Mataseryan isə avtomobillə qaçmağa cəhd etdi. Lakin avtomobili zədələndiyi üçün uzaqlaşa bilmədi. Polis onun ayaqlarını hədəf alaraq atəş açdı. Ağır yaralanan Emil bir müddət sonra aldığı yaralar nəticəsində həyatını itirdi. Beləliklə, Amerika tarixinin ən uzun və ən təhlükəli polis qarşıdurmalarından biri sona çatdı. Hadisə nəticəsində çox sayda polis əməkdaşı və mülki şəxs yaralandı. Xoşbəxtlikdən mülki şəxslər arasında ölüm qeydə alınmadı. Bu hadisə ABŞ polis sistemində böyük dəyişikliklərə səbəb oldu. Bundan sonra patrul avtomobillərində daha güclü silahlar yerləşdirildi. Güllə keçirməz jiletlər yeniləndi və polis əməkdaşlarının taktiki hazırlığı əhəmiyyətli dərəcədə artırıldı. Bugün North Hollywood bank atışması hüquq mühafizə orqanlarında dərs kimi öyrədilir və müasir polis tarixinin ən mühüm hadisələrindən biri hesab olunur. Cəmi 44 dəqiqə davam edən bu qarşıdurma göstərdi ki, bir hadisə bəzən bütöv bir ölkənin təhlükəsizlik sistemini dəyişdirə bilər. Videomuzu izlədiyiniz üçün təşəkkür edirik. Əgər bu cür real hadisələrin davamını izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun və salamat qalın.